və həmrəyliyini özündə əks etdirən, ta ulularımızdan, zamanəmizdən, minilliklərdən süzülüb gələn qarşıdakı vaxtı Novruz bayramı münasibətində sizləri təbrik edirəm. Müqəddəs Ramazan ayında yaşayırıq. O ayın hər bir günü özünün fəziləti var. Uca Allah'tan bu ayda millətimizə birliyinin, bərabərliyinin, gücünün sarsılmamasını arzu edirəm və əsas Uca Allah'tan hamımıza can sağlığı arzu edirəm. Değerli tədbir iştirakçıları, bugün biz burada 33 sayılı orta məktəbdə bir grup şagirdlərin, bölümsüz şagirdlərin imzalığında qəhrəmanımıza nəsil olunan bir tədbirdə iştirak edir. Təbii ki, hər bir şəhidimiz bizim üçün qəhrəmandır, hər bir şəhidimiz bizim üçün əzizdir. Bugün orada onun valideynləri və dövlətə, millətimizə əmanət olan övladlarına iştirak edir. Burada fürsətdən istifadə edib, onlara valideynlərdə başı sağ olsun deyir. Bu ailə, digər ailələr kimi sözün əsl mənasında sayılıb seçilən və xüsusi hörmətlərə layiq olan bir ailədir. Burada şəhidlərimizə şeirlər, çox pozitiv notlarla millətin dəyərli oğullarını hamısı anıldı. Şəhidlər təbii ki, vurğuladığı kimi şəhidlər ölmür, şəhidlər tarixə qovuşur. Azərbaycan Respublikasının qanunvericiliyindən uyğun olaraq təkcə Sumqayıt şəhərində yox, digər rayon və şəhərlərdə də şəhidlərimizin xatirəsi əziz tutulması üçün onlarda bax bu gün belə məktəblərdə siniflər verilir, ən gözəl küçələr onların adına verilir. Bilirsiniz, küçənin, şəhidin adına verilməsi bu çox böyük bir fəxarətdir. Nə nöqteyi nəzərdən hər bir şəhər sakini və rayon və kənd sakini olaraq hansı küçədəki şəhidin adına küçə verilirsə, orada yaşayan vətəndaşın şəxsiyyət vəsiqəsinə həmin küçənin adı yazılır. Və hər dəfə ona sual verəndə ki, siz vətəndaş olaraq harada yaşayırsınız, vurğulur ki, filan şəhidin adını çəkməklə, filan mənzil, filan binada yaşayır. Bax, şəhidlər ölməz deyəndə bununla ölçülür. Bugün bizim Sumqayıt Şəhidlər Xiyabanı sözün əsl mənasında qəhrəmanlar xiyabanıdır. Orada 528 şəhid yatır, 528. Onlardan biri qadındır. Bu yaxınlarda tapıldı, 92-ci il yay ayında, istiqay aylarında Ağdərəoğlu'nda arxasında Ağdamoğlu'da gələn döyüşlərdə idi. Nəşi Ağdərədə tapıldı, gətirdi, dəfn olundu. 527 qardaşın bir bacısı, Qarayeva Mehriban, Arif qızı. Yəni bu nəyi göstərir? O göstərir ki, vətənin müdafiəsi üçün fərqi yoxdur. Bu kişidir, qadındır, yaşlıdır, qozadır. Hamı təpədən dırnağa kimi silahlanmış erməninin qarşısına əli alın, bax belə amma anlatsın, üzvə açsınlar.